Əsl adı Tarık Tahsin Ürəgül olan Tarık Akan 13 dekabr 1949-cu ildə İstanbulda ailənin 3-cü övladı olaraq dünyaya gəlir. Atası hərbçi olduğu üçün məktəbə Ərzurumda getməyə başlayıb. Sonra ailə yenidən İstanbulun Bakırköy bölgəsinə köçür. Orta məktəb və lisey təhsilini Bakırköydə tamamlayan Akan, Yıldız Texniki Universitetin Maşın Mühəndisliyi fakültəsinə daxil olur. Maşın mühəndisliyindən sonra jurnalistika yüksək məktəbini də bitirir. Kino karyerasına başlamazdan əvvəl Bakırköy çimərliklərində xilasedici işləyib və küçə ticarəti ilə məşğul olur. 1970-ci ildə Səs dərgisinin təşkil etdiyi Sinema Artist yarışmasına qatılıb və birinci yer qazanır. Tarık Akan ilk dəfə 1971-ci ildə Solan bir yarpaq kimi filmində çəkilib. Yaradıcılığının ilk illərində Fatma Girik, Filiz Akın, Türkan Şoray və Hülya Koçyiğit kimi aktrisalarla tərəf müqabili olur. Məşhur rejissor Ərtəm Əgilməzlə tanışlığı onun kino karyerasında yeni mərhələ açır. 1971-ci ildə Hülya Koçyiğitlə birlikdə çəkildiyi Bəyoğlu Gözəli filmi onların ilk əməkdaşlığı olur. Həmin il Vəfasız filmində də Koçyiğitlə birgə rol alır. Sonralar Ərtəm Əgilməzin Arzu Film şirkəti ilə müqavilə bağlayan aktyor burada Kəmal Sunal, Əməl Sayın, Münir Özkul, Adilə Naşid, Zeki Alasya, Metin Akpınar və Şənər Şən kimi sənətkarlarla bir çox məşhur filmlərə çəkilir. Dadlı dilim, Canım qardaşım, Yalançı yarım, Mavi muncuq, Hababam sinfi, Bizim ailə bu dövrün ən sevilən filmlərindəndir. Akan həmçinin Gülşən Bibikoğlu və Necla Nazir kimi aktrisalarla romantik filmlərdə çəkilib. Bibikoğlu ilə oynadığı Evcik oyunu, Yay subayı, Ah Harada filmləri Türkiyə kinosevərlərinin könlündə taxt qurur. Lakin Tarık Akan artıq özünün dediyi kimi qızların yox, xalqın sevimlisinə çevrilmək istəyindən müəyyən müddətdən sonra romantik filmlərdə yox, daha ciddi, sosial və siyasi məzmunlu filmlərdə oynamağa qərar verir. Onun bu qərarı Ərtəm Əgilməzin xoşuna gəlmir və rejissor onu peşman olmaqla hədələyir. Uzun saçlarını kəstirib bığ qoyan aktyor bir müddət filmlərə çəkilə bilmir. Ərtəm Əgilməzin hədə qorxusu səbəbindən şirkətlər və rejissorlar ona rol verməkdən çəkinirlər. Beləliklə 1977-ci ildə çəkildiyi Sevgili dayım onun son romantik filmi olur. 1978-ci ildə ona Mədən filmində rol təklif olunur. Filmin uğur qazanması üçün Tarık Akan baş rolu məşhur aktyor Cüneyt Arkına verməyi təklif edir və onun adının birinci yazılmasına razılaşır. Beləliklə, iki ulduzun bir arada rol aldığı bu film böyük maraq doğurur və ciddi sosial mövzusu ilə yadda qalır. Tarık Akan bu filmə görə ən yaxşı aktyor mükafatı alır. Mədən filmindən sonra Kürd əsilli aktyor və rejissor Yılmaz Güney ilə tanış olan Tarık Akan onunla dostlaşır və Güneyin həbsxanada yazdığı, Türkiyənin cənubunda yaşayan kürdlərin həyatını əks etdirən siyasi filmlərdə baş rollara dəvət olunur. Bir vaxtlar qızların sevimlisi olan zəngin oğlan obrazlarını canlandıran aktyor artıq daha ciddi siyasi, kapitalizmi və dövlət sistemini tənqid edən filmlərə çəkilməyə başlayır. 1978-ci ildə Tuncel Kurtizlə birlikdə Sürü, 1979-cu ildə isə Adak filmində rol alır. Tarık Akan'a dünya şöhrəti qazandıran isə 1981-ci ildə çəkilən Yol filmidir. Filmin ilk versiyası Yılmaz Güney'in həbsxanadan verdiyi göstərişlər əsasında Şərif Görən çəkmişdi. Həbsxanadan qaçaraq Fransada siyasi sığınacaq alan Yılmaz Güney filmi bəyənməyib və üzərinə öz əlavələrini edir. Həbsxanadan qaçan 5 məhbusun taleyindən, 1980-ci il hərbi çevrilişindən və Türkiyədə yaşayan kürdlərin həyatından bəhs edən bu film Türkiyədə qadağan olunsa da, 1982-ci ildə Cannes kinofestivalında ən yaxşı film nominasiyasında Qızıl Palma budağı mükafatını qazanır. Tarık Akan isə həmin festivalda ən yaxşı kişi rolu nominasiyasında iştirak edir. Bu, Türk kinosunun qazandığı ən böyük mükafatdır. Film Türkiyədə yalnız 1999-cu ildə nümayiş etdirilir. Türkiyədəki hərbi çevrilişdən sonra bir müddət həbsdə qalan aktyor 1980-ci illərdə yenidən bir çox filmə çəkilməyə başlayır. 1984-cü ildə rol aldığı Pəhləvan filmi ona həm Türkiyədə, həm də Almaniyada Berlin kinofestivalının baş mükafatını qazandırır. Cüneyt Arkın və Gülşən Bibikoğlu ilə yenidən bir araya gəldiyi Alov Alov filmi isə həmin ilin ən çox izlənilən və ən yüksək gəlir gətirən filmi sayılır.
Tarık Akan, Hülya Avşar, Ahu Tuğba və Sərpil Çakmaklı kimi aktrisalarla da müxtəlif filmlərdə tərəf müqabili olur. 1986-cı ildə çəkildiyi 1980-ci il hərbi çevrilişini əks etdirən Səs filmi ilə yenidən mükafatlar qazanır. Tarık Akan 7 avqust 1986-cı ildə Yasemin Erkut ilə evlənir və həmin il Barış Zeki Ürəgül adlı övladı dünyaya gəlir. 1988-ci ildə isə Yaşar Zeki və Özləm adlı əkizləri doğulur. Akan 3 ildən sonra boşanır və 1990-cı ildən Acun Günay ilə birlikdə yaşamağa başlayır. 1990-cı illərdə filmə az çəkilən aktyor daha çox seriallarda yer alır. Eyni zamanda siyasi aksiyalarda fəal iştirak edir. İşçilərə və hüquqları pozulan insanlara dəstək olur. Bakırköydəki köhnə Yunan evini satın alaraq məktəbə çevirir. Bundan əlavə, Əziz Nesinin adını daşıyan vəqfin rəhbəri seçilir. Sol baxışlı, Atatürkçü olan Tarık Akan həmçinin qısa metrajlı filmlər də çəkir. 2000-ci illərdə Türkiyənin TRT kanalında Qoçağım Mənim serialında, 2003-cü ildə Vizon Tele Tuğba, 2006-cı ildə Sibel Can'la Ah İstanbul serialında rol alıb. Onun son filmi 2009-cu ildə çəkilən Dəli Dəli Olma olur. Akan 2002-ci ildə Ana Başımda Bit Var adlı ilk kitabını yazıb. Kitabda 1980-ci il çevrilişindən sonra keçirdiyi 3 aylıq həbs həyatı və Yol filminin çəkiliş prosesində yaşanan çətinliklər təsvir olunur. Bir müddət ağciyər xərçəngindən əziyyət çəkən Tarık Akan 16 sentyabr 2016-cı ildə vəfat edib. Oğlu Barış Zeki Ürəgül hazırda atasının yolunu davam etdirir. Uzun illər ateist kimi tanınan və bəzi iddialara görə dəfn olunmaq istəməyib, cəsədinin kremasiya edilməsini arzulayan Tarık Akanın məzarı da olduqca qeyri-adi şəkildə dizayn edilir. Tarık Akanın qəbrinin üstünü örtən maili beton sayəsində yağış və ziyarətçilərin tökdüyü su içəridə yığılaraq kiçik bir hövzə yaranır və quşlar, pişiklər, itlər isti havada o sudan rahatlıqla içə bilirlər.